Hər birinizi Həsir Podcast kanalında xoş gördük. Artıq bizim ikinci verilişimiz yayımdadır. Bizim ilk və dəyərli qonağımız Seyid xanım buradadır. Özü haqqında mən bir neçə gündür ki, ətraflı araşdırıram. Sosial şəbəkələrdə hər bir postuna, yorumunu diqqətlə oxuyuram. Artıq tanıyıram onu və istəyərdim Seyid xanım özünü təqdim etsin izləyicilərə. Salam, çox sağ olun ki, məni bu ilk buraxılışda dəvət etmisiniz. Ümid edirəm uğurlu olar. Belə gözəl bir layihənin bir parçası olmaq mənim üçün böyük qürurdur. Mən Seyid Əkbərzadə, Lənkəran rayonunun Cir kəndində doğulmuşam. Hal-hazırda Litva dövlət təqaüdü ilə Vytautas Magnus Universitetdə, belə deyək, təhsilin idarə edilməsi üzrə magistr oxuyuram. Belə. Əla. Bu məlumat mənim üçün əsas punkt oldu ki, səni araşdırmaq üçün ki, Lənkərandan Cil kəndindən dünyaya gələn bir xanım Azərbaycanda sadəcə 5 nəfərin qəbul olduğu dövlət təqaüdünü alaraq Litvada təhsil alıb, Lənkəranlı olaraq həm də bir Azərbaycanlı olaraq mənim üçün böyük bir uğurdur və motivasiyadır. Səni xüsusilə təbrik edirəm. Sözümə belə başlamaq istəyirəm. Demək olar ki, bir çox sahədə olmusan, hansı ki, Lənkəran Dövlət Universiteti nəzdində Sosial Qrad Kollecində müəllimə də işləmisən, yerli və beynəlxalq layihələrdə, yüksək vəzifələrdə də çalışmısan və hal-hazırda tələbəsən. Sənə necə müraciət elə? Mənə ən böyük maraqlanan sual odur. Seyidi müəllimə, Seyidi tələbə, yoxsa sadəcə Seyidi xanım? Seyidi. Mənim ilk sualım ondan ibarət olacaq ki, hansı ki, sən hələ gənc vaxtlar, artıq indi gəlsən, amma nisbətən yaşında erkən olanda sosial aktiv olmusan, bir çox təşkilatlarda könüllü olmusan. Mənə maraqlıdır, nəyə görə, nə idi maraq, hansı məlumatları öyrənmək istəyirdin ki, bu qədər aktiv idin və yaxud hansı problemlərlə qarşılaşırdın həmin vaxtları inkişaf etməkdə? Belə deyim, əslində davamlı şəkildə oxumaq elə bil çox da maraqlı olmur. Məsələn, belə deyək də, sadəcə gedirsən universitetə, gəlirsən, oradakı fənlərdən başqa bir şey öyrənmirsən. Bu bir müddətdən sonra mənim üçün çox sıxıcı gəlmişdi və mən hər şeylə maraqlanırdım. Artıq universitetə girəndə birinci ilim çox boş keçmişdi və mən düşünürdüm ki, artıq böyük, belə deyək də, ən böyük məqsədimə çatmışam və bundan sonra heç bir şey yoxdur eləməyə. Belə çox mənasız gəlirdi hər şey mənim üçün. Ondan sonra mən araşdırdım və başladım layihələrə, könüllülük proqramlarına baxmağa və ondan sonra başladım könüllülüklərdə iştirak etməyə və düşündüm ki, xüsusilə layihələrdə işləyəndən sonra gördüm ki, mən bura aidəm. Mənim üçün bu aidlik anlayışı çox mühümdür hər yerdə. Mən düşünürəm ki, məsələn, mən bura aidəmsə, mən burada özümü inkişaf elətdirə biləcəm, qabağa gedərəm, amma əks təqdirdə eləyə bilmirəm. Hər şey belə başlamışdı. Bəs o inkişafda əsas tutduğun məqsəd nə idi? Nə axtarırdın, nə öyrənmək istəyirdin? Yəni, niyə sırf könüllülük fəaliyyətinə yönəldin ki, nəyi əldə etmək istəyirdin? Mən xarici proqramlarla maraqlanandan sonra gördüm ki, yenə dediyim kimi, sadəcə universitet oxumaqla deyil, bizim bir fərd kimi cəmiyyətə də fayda verməyimiz lazımdır. İlk könüllü fəaliyyətinə sarıdan başlayıb? Mən ilk dəfə Baku Amerikan Center'da könüllülük fəaliyyətinə başladım. Hansı ki, karantin hələ başlamamışdı həmin vaxt. Mən başladım, bir ay davam elədi, ondan sonra karantin başladı. Mən gəldim Lənkərana və yenə də boş durmadım. Onda hər şey bağlanmışdı deyə biraz çətin idi də, biraz məyus olmuşdum. Amma başladım maraqlanmağa ki, Lənkəranda nə var? Çünki mən Lənkərandakı gənclərlə maraqlananda dedilər ki, burada elə bir şey yoxdur, hər şey Bakıdadır. Amma mən düşünürdüm ki, bu belə deyil də, burada olmalıdır. Burada da olmalıdır. Sonra Lənkəran, yəni GİKİM, Gənclərin İnkişaf və Karyera Mərkəzini tapdım. Ora müraciət elədim. Oradakı tədbirlərdə iştirak etməyə başladım. Belə. Səncə nə qədər vacibdir sosial aktiv olmaq, gənclərin
ictimaiyyətə çıxması, hər hansı bir fəaliyyətlərdə iştirak etməsi lazımdır ümumiyyətlə bunlar? Çox vacibdir. Ümumiyyətlə sosial aktivlik nədir? Birinci bunu bilməliyik. Sosial aktivlik fərdin cəmiyyət üçün cəmiyyətə fayda verə biləcəyi fəaliyyətlərdir. Yəni bu təkcə o deyil ki, biz böyük bir dəyişiklik eləməliyik. Elə kiçik addımlardan başlayaraq biz cəmiyyət üçün faydalı işlər görə bilərik, nə isə dəyişdirə bilərik. Yəni bu çox vacibdir. Hal-hazırda belə deyim, region yeri olduğu üçün nisbətən artıq yoxdur belə şeylər, amma yenə də xanımlara qarşı, qadın tələbələrə qarşı diskriminasiyalar olur, hansı ki, qız uşaqlarının hər hansı bir fəaliyyətlərə getməsinə, xaricdə təhsil almağına, belə deyim, sosiallaşmağına çox da icazə vermirlər. Sizin ailədə necə idi? Hansı ki, hal-hazırda Litvada təhsil alırsınız, sosial aktiv olmusunuz daha illər öncədən. Necə tənzimlənirdi bu evdə? Bu ən çox qarşılaşdığım problemdir. Xüsusən tələbələrimdən çox eşitərdim, eləcə ətrafımdan, dostlarımdan. Amma mən çox şanslıyam ki, mənim ailəmdə yəni belə bir problem olmayıb. Mən elə gözümü açandan, yəni mənim atam da çox yəni xaricdə təhsil alıb. Ona görə bu bizim üçün çox adi bir şeydir. Hətta belə də olmalı idi. Yəni atamın tələblərindən biri idi ki, mən xaricdə oxumalıyam. Ona görə yəni bununla bağlı çətinlik yaşamamışam, amma ümumi belə deyim, həmişə uşaqlar yəni ən çox sual verirlər ki, bu çətinliyin üstəsindən necə gələk, bu bariyeri necə aşaq. Mən düşünürəm ki, biz uşaq olaraq ilk öncə valideynlərimizə özümüzü sübut etməliyik ki, biz tək öz ayağımızın üstündə dura bilirik, biz bacarırıq. Yəni biz hər hansısa bir təhlükə ilə qarşılaşsaq belə, biz onun üstəsindən gələrik. Məncə bu çox vacib bir şərtdir və mən özümü düşünürəm ki, universitetə girəndə sübut elədim. Və ondan sonra mənim atam mənə daha çox inandı və yəni daha çox güvəndi bu məsələdə. Və səncə valideynlər nədən çəkinirlər, nədən qorxurlar? Məsəl üçün mən düşünürdüm ki, qız uşaqları valideynlər nəyə görə icazə vermir? Çünki qız uşaqları özləri müdafiə edə bilməzlər. Hər hansı bir pis niyyətli bəylərdən və yaxud hər hansı bir sərt reaksiyalardan, kənar qüvvələrdən ki, gücsüz qalarlar. Məsəl üçün 5-6 nəfər sizin üzərinizə hücum etsəz, müdafiə edə bilməzsiniz özünüzü. Düşünürdüm valideynlər bundan qorxurlar. Amma hal-hazırda elə xanımlar var ki, bəylərdən həm fiziki olaraq, həm mental olaraq, həm bir düşüncə olaraq, təhsil olaraq öndədir. Səncə nədən qaynaqlar regionlarda olan ailələrin qız uşaqlarına sıxması, icazə verməməsi? Bu çox geniş bir mövzudur və məncə ailədən ailəyə fərqlənir. Çünki burada biraz insanların düşüncəsi də çox böyük rol oynayır. Xüsusən mentalitet. Yəni qız nədir, xaricə getmək nədir? Qız xaricə getsə nə edər orada, necə yaşayar? Amma mən həmişə düşünmüşəm ki, təhlükə hər yerdə var. Yəni burada da var. Elə təhlükə bizim evimizin içində də ola bilər. Yəni onun xaricinə heç bir əlaqəsi yoxdur. Bəs qız olaraq sənin Litvaya getməyin necə oldu? Nələr qarşıladı səni orada? Nə çətinliklər oldu? Necə ayaq üstə qalmağı bacardın tək olaraq? Məndə biraz çətin oldu, amma bu belə deyim. Mən ailəmdən birini itirdim. Təzə getmişdim. Bu problem baş verdi və mən yeni ölkəyə biraz adaptasiya ola bilmədim. Ölkəyə geri dönə bilmədim, yəni yenidən. O cəhətdən biraz məndə problem oldu, amma ümumi məndə problem olmadı. Yəni çünki daha əvvəl də mən xaricdə yaşamışdım. Ona görə okeydir mənim üçün. Sevindirici halda əslində. Bəs növbəti təhsilini düşünürsənmi? Daha üst level, başqa ölkədə və yaxud elə Azərbaycanda və düşünürəm, amma hələ indi yox. Magistri bitirəndən sonra gap year götürəcəm, sonra böyük ehtimal İnşallah davam eləyəcəm, amma indi yox. Bəs ən sevdiyin ölkə hansıydı? Mən bilirəm ki, 21 ölkədə olmusan. Ən sevdiyim ölkə Yunanistan. Nəyə görə? Azərbaycandan fərqləri nədir Yunanistan? Bu biraz çətin sual oldu. Azərbaycanı çox sevirəm, şübhəsiz.
Hətta çox adam burdan çıxmağa çalışarkən mən həmişə bura gəlirəm və dostlarım biraz belə həmişə sual verir niyə də. Amma Yunanıstanı çox bəyənirəm. Özümü orada çox rahat hiss eləyirəm. Düşünürəm ki, bəzi oxşar cəhətləri də var, fərqli cəhətləri də var. Düzdür, mədəniyyət olaraq biraz fərqlidir. Amma oxşar cəhət yeməklər çox dadlıdır. Oranın da, buranın da yeməkləri. Fərq deyərdim ki, yəni mənim üçün çox böyük bir fərqdir. Biz Azərbaycanda daha çox çayı üstün tuturuq, hər yerdə çay içirik, amma orada demək olsun ki, çay içmirlər. Təəssüflər olsun ki, yəni mən çalışırdım ancaq orada çay tapım, çay içim. O biraz problemdir, amma ümumilikdə Yunanistan. Yəni inşallah qismət olsa biz də gedib görərik olanları. Bayaq bildirdiniz ki, kollecdə işləmisiniz müəllim olaraq. Tələbələrinizlə hər halda ünsiyyətdəmisiniz və yaxud hər hansı bir tələbə xaricdə görüşmüsünüz? Böyük bir uğur olardı məncə, sevinc olardı. Tələbələrimlə əlaqəm var və bir çox tələbələrim hətta hal-hazırda universitetdə oxuyur. Bu elə mənim üçün böyük uğurdur. Çünki onlar təkcə kolleclə yetinmədilər və davam elədilər bunu, yəni təhsili. Bəziləri əsgərlikdədir. Ümumiyyətlə tələbələrimi çox sevirəm. Mən düşünürəm ki, onlar mən burada işlədiyim müddətdə mənə çox böyük dəstək oldular. Mənim üçün iş həyatımı daha da maraqlı etdilər. Belə. Açıq deyim, sizi ilk dəfə görəndə heç müəllim havası vermirdi. Çünki universitetdə sizdən belə deyim, daha yaşca böyük xanımlar tələbə olaraq gəlirlər və sizin müəllim olduğunuza işləndə biraz şok olmuşdum. Sonra Kənan müəllim bildirdi ki, kollecdə müəlliməsiniz. Dedim, çox belə deyim. Hal-hazırda işləmirəm. Müəllim olmuşsunuz. Yəni bunun belə adı belə çox böyük bir şeydir ki, mən Lənkəran Dövlət Kollecində müəllim işləmişəm. Bəs düşünərsinizmi gələcəkdə Azərbaycanda müəllim olaraq fəaliyyət göstərməyi? Bəli. Yəni ingilis dili müəllimi olaraqsa? Bəli. Çünki mən gənclərlə işləməyi çox sevirəm. Özümü daha gənc hiss edirəm. Daha da gənc hiss edirəm. Gənclərə fayda vermək, onların həyatında bir dəyişiklik eləyəndə elə düşünürəm ki, elə mənim ən böyük uğurum budur. Çünki çox asan bir şey deyil kiminsə həyatında nəyisə dəyişdirmək, kiməsə fayda vermək. Sizcə vacibdir mi? Mühəffizin ola bilərmi o dəyişiklik? Misal üçün, düzdür, mən xaricdə yaşamaq istəyirəm, amma bilmirəm nə qədər mənim yaxşım olacaq. Əgər üstə qala biləcəmmi, orada yaşaya biləcəmmi? Çünki mən daha sıx öyrəşmişəm ailəmlə bir yerdə olmağa, sevdiklərimlə, dostlarımla, amma orada heç bir olmayacaq. Tək olma ehtimalım var, yıxılma ehtimalım var. Yaxşıdırmı gənclərin həyatını dəyişik etmək? Onlara biz təsir edə bilərmi? Şübhəsiz bəli. Düzdür, asan deyil. Çünki elə ən böyük çətinlik, yəni xaricdə olmağın, yaşamağın ən çətin tərəfi ailədən, dostlardan uzaq olmaqdır. Mən də elə bu çətinliklə qarşılaşmışam, amma bir müddətdən sonra o ətraf yarandıqca öyrəşirsən. Öyrəşməyən də olur. Amma öyrəşirsən. Həyata mən düşünürəm ki, xaricdə tək başına yaşayan insanlar, xüsusilə qadınlar daha güclüdür. Onları nəsə yıxa bilməz mən düşünürəm. Çünki çox, yəni həqiqətən çox, yəni çətindir. Bir çox problemlərlə qarşılaşa bilirsən. Amma yenə də yaşayırsan. Xanımların daha çox güclü olduğunu bildirdiniz. Bəli. Burada ifadədən... Yəni emosional olaraq burada tam fizikini nəzərdə tutmuram. Yəni fiziki olaraq demək olar ki, fərqlidirlər. Düzdür, elə xanımlar var, bəylərdən güclüdür, elə bəylər var, xanımlardan güclüdür, amma yenə də fərqlər var. İfadənizdə bildirir ki,
demək istəyirsiniz, xanım və bəylər bərabər deyillər. Bunu biraz da aça bilərsinizmi? Nəyə görə bərabər deyillər və yaxud hansı məqamda bərabərdirlər? Çünki qadın daha böyük qüvvədir. Əlbəttə ki, qadın böyük qüvvədir. Hüquqi cəhətdən eyni olduqlar, bərabərdirlər. Amma düşünürəm ki, emosional cəhətdən eyni deyillər. Bir də fiziki cəhətdən. Amma bəzən əksi də ola bilir. Həyatda hər şey nisbidir. Belə, qadın böyük qüvvədir. Mən də razılaşıram, qadın çox böyük qüvvədir. Bayaq bildirdiniz, Litvaya keçəndə yaxın ailə üzvlərinizdən birini itirmişdiniz. Ümumiyyətlə, qəbul etməsəydi, insan itirə-itirə daha da güclü olur. Bəzən olur, yaxın ailəsini itirir, dostları itirir, sağlamlığını itirir və yaxud işini itirir və s. Və nəyisə itirəndə, nəyisə qazanırsan. Həyat belə davam edir, hansı ki, misal üçün, nəyisə nəriyyət qoyursa qarşınıza, hədəf qoyursa, onun üçün çalışanda başqa bir şey itirirsiniz. Misal üçün, mən hər hansı bir layihə üzərində işləyəndə dost ətrafımı itirirəm, onlara vaxt ayıra bilmirəm, işlə məşğul olanda ailəmdən vaxt ayıra bilmirəm və onlara nisbətən itirirəm. Siz öz nailiyyətinizə çatmaq üçün nələri itirmişsiniz, nələri göz yumursunuz? Qəşəng sualdır. Əyləncəmə biraz çox az vaxt ayırardım. Düşünürdüm ki, ömrümün yarısı gedir. Çünki məsələn, tutaq ki, ayın 10-u mənim imtahanım varsa, mən 10-una qədər özümü hər şeydən məhrum eləyirdim. Sən də qeyd etdiyin kimi dost ətrafın azalır. Çünki onlarla vaxt keçirə bilmirsən normal. İstər-istəməz inciklik yarana bilir. Amma yəni bir yerdə üstəsindən gəlməyə çalışırsan. Yəni istəyirsən o boşluğu doldurasan. Düşünürəm ki, vaxt gedir. Ömürdən gedir. Yəni ən çox bu problemi yaşayıram. Ertələyirəm. Əyləncəmi ertələyirəm. Əgər vacib bir işim varsa. Amma sonra əyləncədən qarşılayırsınız, yoxsa elə keçmişdə qalır. Çünki insan gənc yaşlarında əylənməsi ilə nisbətən daha böyük yaşda əylənməsi eyni olmur. Əylənirəm. Demirəm əylənmirəm. Əylənirəm də. Amma yenə də, məsələn, mən heç yadımdan çıxmır, belə bir şey danışım. Məktəb vaxtından çox şey xatırlamıram. Çünki özümə ancaq fokuslanmışdım. Yəni, məktəb vaxtları əslində insanın ən gözəl vaxtlarından biridir də. Amma mən onunla bağlı heç nə xatırlamıram. Çünki maks fokuslanmışdım universitet imtahanına. Ancaq ona hazırlaşırdım. Məsələn, mən harasa gəzməyə getmirdim. Dostlarımla çox vaxt keçirmirdim. Ona görə, məsələn, uşaqlar oynayırlar məktəbdə. Məsələn, mən onları xatırlamıram çox. Oynamışam, demirəm oynamamışam, amma çox xatırlamıram. Çox az vaxt sayırsınız. Bu mənim o vaxtımdan gedib. Onu qurban vermişəm. Düzdür, indi də əylənirəm. Daha çox əylənirəm, amma istər-istəməz yenə də o yada gəlir. Biraz pis olursan. Mən maraqlandığım bir sual var. Əslində bunu qeyd etməmişdim, amma indi öyrənmək istəyirəm. Rol model, hansı ki, hər bir insanın həyatında onu inkişaf etdirən bir rol model olur. Mənim də öz həyatımda rol modelim var. Sizdə bu kim olub? Rol modelim atam olub. Çünki mən ümumiyyətlə özümü heç kimlə müqayisə eləməmişəm, amma həmişə atamla müqayisə eləyirdim. Çünki mən düşünürdüm ki, o kənddən çıxıb çox böyük nailiyyətlər əldə edib. Bu çox böyük bir uğurdur. Məsələn, hər dəfə onun backgroundunu oxuyanda çox belə təsirlənirəm. Deyirəm, mən də eləməliyəm. Çünki o vaxt o qədər fürsət olmayıb, o bacarıbsa, hal-hazırda çox fürsət var. Həqiqətən, gənclər üçün çox fürsət var. Mən bacarmalıyam. Atam mənə çox dəstək olub bu məsələdə. Yəni, ona görə mən düşünürəm çox şeyi hal-hazırda bu gün buradan təşəkkür edə bilərsiniz. Rahat öz sözümü deyə bilirəmsə, öz ayaqlarımın üstündə dura bilirəmsə, bunu atama borcluyam. Belə. Amma ümumi olaraq rol model mövzusu çox əhəmiyyətli bir mövzudur. Çünki düşünürəm mən özüm də tələbələrimin
məni tanıyanların, eləcə də məsələn mənim kəndimdə olan qızların rol modeliyəm. Çalışıram ki, məsələn, daha çox nailiyyətlər əldə edim, daha çox təsir edim qızlara. Onlar görsünlər ki, onların ailəsi görsün ki, elə qız uşağının xaricdə oxumağı mümkündür, olur, alınır, dəstək olsunlar öz qızlarına. Bəs nə məsləhət görərdiniz onlara? Hansı sahə üzrə yönəlsinlər? Hal-hazırda misal üçün məktəbi tərk Üşüdüm biraz elə bir. Üşüdünüz. Mən sizə Söz sağ olun. kağıt verə bilərəm. Olar. Tamam. Söz belə. Biraz kömək eləsiniz mənə. Sualımı unuttum. Rol model deyirdik. Rol modeldən danışırıq. Hansı ki, kənddəki xanımların, məktəbi şagirdlərin, qızların həyatında dəyişik etməyə çalışırsınız. Mən öyrənmişdim ki, siz həm beynəlxalq, həm yerli layihələrdə təcrübə topladıqdan sonra bildirdiyiniz könüllü təşkilatı Gənclər İnkişaf Karyera Mərkəzində gənclərə onları öyrədirdiniz, izah edirdiniz və öz təcrübənizi bölüşürdünüz. Bu düzdür, bir neçə il bundan qabaq baş verir. Amma sizcə hal-hazırda daha nələr etsək, gənclərin inkişafında yönələ bilərik, daha effektiv nəticə ala bilərik? Mən düşünürəm ki, gənclərin böyük layihələrdə iştirak etməyinə ehtiyac yoxdur. Elə onlar kiçik addımlarla başlaya bilərlər. Məsələn, icmanın problemlərini birinci araşdırmaq lazımdır. Hal-hazırda bizim icmamızın nəyə ehtiyacı var? Onu araşdırmaq lazımdır. Bu gənclər evinin, gənclər mərkəzinin ən yaxşı cəhəti odur ki, biz özümüzdən başqa bir çox gənclərlə bir araya gəlirik və onlarla fikir mübadiləsi edirik. Yəni əgər gənclər birlikdə çalışsalar, düzgün yönləndirsələr, cəmiyyətimizdə yəni köklü dəyişikliklər eləyə bilərik. Fərqli sahələrdə. Məsələn, dediyim kimi, ən əsas məsələ icmanın problemlərini araşdırmaq, tapmaq və ona aid kiçik-kiçik təşəbbüslər irəli sürməkdir. Və yaxud tədbirlər həyata keçirmək olar. Hansı ki, məsələn, Lənkəranda olub, uğur qazanmış gənclərlə daha çox belə deyək, fikir mübadiləsində olsalar, daha yaxşı olar. Və s. Əslində bildirdiyiniz fikir belə deyim, gənclərin beynində olan yanlış düşüncəni həll edir, hansı ki, ilk başlayanda daha böyük layihələrə, beynəlxalq layihələrdə iştirak etmək vacib deyil. Mən də əvvəl bunu düşündüm, çünki ağlımda elə bu var idi ki, regionlarda inkişaf etmək çox çətindir, mümkün deyil və s. Amma fəaliyyətimə daha kiçik addımlarla başladıqdan sonra insan anlayır ki, inkişafın məkanı, zamanı olmur. Yəni, sən əgər istəyirsənsə, bunu edəcəksən. İstəyirlər paytaxtın özündə ol, istəyirsən Avropada ol, Amerikada ol, amma inkişaf etmək istəmirsənsə, bu olmayacaq. Amma ən belə deyim, inkişaf etmək tək olmayan bir rayonda ol, kənddə ol, inkişaf etmək istəyirsənsə, bunu bacaracaqsan, bu reallıqdır. Amma gənclər bunu nəsə əziyyətə görə qəbul etmək istəmirlər. Sizə son 2-3 sualım olacaq, hansı ki, maraqlı bir də belə bir şey əlavə eləyim. İnsan özünü yaxşı mənada satmağı da bacarmalıdır qarşı tərəfə. Məsələn, biz sadəcə tutaq ki, rayonda yaşayırıq, sadəcə gənclər evində və yaxud gənclər mərkəzində, belə deyim də, könüllü işləyirik, başqa yerdən məlumatımız yoxdur. Biz orada işlərimizi təqdim eləməklə belə çox yaxşı yerlərə gələ bilərik. Yəni, sizin də qeyd elədiyiniz kimi, yəni heç bir, necə deyək, problem deyil. Yəni, bu problemin də üstəsindən gəlmək olar. Belə, əsas istəmək. Yəni, məsələ rayon deyil. Məsələ bizim nə qədər çalışmağımızdır və bizdə olanı qarşı tərəfə göstərməyimizdir. Bu çox önəmlidir. Bəs siz nə düşünürsünüz hal-hazırda bir, yəni gənc olaraq gənclər
bizi izləyən gənclər özünü necə inkişaf elətdirə bilər hal-hazırda? Yəni mən burada deyiləm. Mənim diskusiyada olduğum hansı ki, Cənub regionunda, Cənub zonasında masallı, astara, yardımlı, lirik, Lənkəranın özündə olduğum gənclərlə söhbət edəndə potensiallı gənclər çoxdur. Artıq gəncin davranışına, danışığına, hərəkətlərinə baxanda anlayırsan ki, bu gənc düzgün yol tutsa, 5 il sonra, 2 il sonra, 6 ay sonra parlayacaq və istədiyi məqama çatacaq. Amma diskusiya aparanda anlayırsan ki, gəncin nə istədiyini bilmir, hansı yola yönəlməlidir, nə etməlidir, düzdür. Könüllü təşkilatları ola bilər, Lənkəran regional gənclər və idman idarəsi, gənclər evi olsun, hər rayonda var, Lənkəran, Masallı, Astarada, Gənclər İnkişaf Karyera Mərkəzi, Yardımda belə var. Amma onların fəaliyyəti davamlı getsə də, yenə də nisbətən gənc özünü tamamlamır. Yenə də harada nəsə axtarır. Düşünürəm, gənclər müşahidə etməlidir, hansı ki, nə yanlışdır, nə doğrudur, nə istəyir, öz potensialları nədir. Burada bizə kömək ola bilər karyera təlimçiləri, burada bizə kömək ola bilər məşğulluq idarəsi, hansı ki, orada karyera əlaqə saxlayaraq hansı sahəyə yönəlməli ola bilərlər, hansı işdə özlərini xoşbəxt edə bilərlər, onu araşdırmalıdırlar, tapmalıdırlar və çətin olacaq, açıq deyim. Hətta çox çətin olacaq. Niyə? Çünki istər-istəməz regionlarda paytaxta nisbətən resurslar azdır. Var, amma azdır. Məsələn, Bakıda 10 dənədirsə, regionda 2 dənədir. Amma gənclər çoxdur. Ona görə düzgün yol tapmaq ilk öncə yönəlməlidirlər. Çünki yol çoxdur. Düzgün yol tapdıqdan sonra həmin yola öz zamanını, resursunu xərcləməlidir ki, inkişaf edə bilsinlər. Bu da mənim üçün çox çətin olmuşdu. Yəni bu gün belə bəzən düşünürəm, görürsə mən düzgün yoldayam mı? Başqa yolda olsaydı necə olardı? Başqa sahəyə yönəlsəydi necə olardı? Geniş mövzudur, amma Məncə elə biz gənc olaraq özümüzü, yəni hal-hazırda özümüz fərqli sahələrdə yoxlamalıyıq, ta ki bizə uyğununu tapana qədər. Tənbəllik eləməməliyik. Bizdə gənclər, yəni hamısı yox, çox vaxt bəhanə gətirir. Həmişə məsələn deyir, yoxdur, mən rayonda yaşayıram. Bir də çox məşhur bir cümlə var, hər kəs bunu çox istifadə edir, coğrafiya qədərdir. Mən buna əslində çox inanmıram, bununla razılaşmıram. Biz daha pis yerdə də doğula bilərdik. Yəni Lənkəran məncə kifayət qədər inkişaf etmiş. Yəni hal-hazırda, yəni şəhərdir. Biz yəni çox şey eləyə bilərik. Yəni bu coğrafiya qədərdir sözünü ortaya salmasaq daha yaxşı olar. Bir də onunla razı deyiləm. Yəni hər dəfə, yəni bəhanə gətirməsək istədiyimiz məqsədə rahat çata bilərik. Əziyyət və disiplin. Cildən çıxıb Litvaya getmişəmsə, deməli hər kəs eləyə bilər. Əlbəttə ki, çətinliklərlə fürsət var, dəyərləndirmək lazımdır. Çətinliklərlə üzləşərək bunları bacarmısınızsa, daha rahat şəraitlərdə, hətta nisbətən o stereotiplər aradan qalxır, onun nisbətən daha yaxşı nəticələr əldə edə bilirlər. Həm xanımlar, həm bəylər, bu ola bilər maddi vəziyyətin asılı olmasın, ola bilər coğrafiyadan asılı olmasın. Əsas istəməkdir və çalışmaqdır. Məsələn, maddi vəziyyət qeyd elədiniz. İndi hal-hazırda uşaqların, yəni əksəriyyət həmişə bu maddi vəziyyəti də qeyd eləyir ki, yəni bunu da bir baryer kimi qeyd eləyir. Baxın, mən də 21 ölkə gəzmişəm, amma bunun çoxunu layihələrə, tədbirlərə borcluyam və bu iştirak elədiyim tədbirlərində bütün belə deyim, bütün ödənişləri qarşılanıb. Yəni öz pulumdan getməmişəm. Mən həmişə xatırlayıram, bir dəfə mənim tələbəm dedi ki, mən gərək eşitdi ki, mən xaricdə olmuşam və mənə dedi ki, mən gərək xaricdə olmaq üçün çoxlu pul qazanmalıyam, sonra getməliyəm. Amma bizi uşaqlıqdan atam həmişə deyərdi ki, siz əgər savadlı olsanız, təhsil alsanız, oxusanız, dünyanı pulsuz gəzərsiniz. Uşaqlıqdan bunu elə bir bizim beynimizə, şuuraltımıza yeritmişdi və həqiqətən də belə də oldu. Yəni mən ilk dəfə Fransaya getdim bir tədbir üçün və o tədbir, elə o ilk tədbirimin bütün hər şey qarşılanmışdı. Yəni vizanın ödənişinə qədər hər şey qarşılanmışdı. Və mən onda atamın bizə o dediyini, yəni
çox yaxşı başa düşdüm. O vaxt başa düşdüm ki, yəni belədir. Bu arada onu da qeyd eləyim. Bu öz pulumla getdiklərimdən o qədər həzz almırdım, amma bu layihələrdə, tədbirlərdə yəni daha çox ləzzət eləyirdi mənə. Çünki həm öyrənirdim, həm öyrəndiyimi gəlib burada öyrədirdim. Daha çox zövq verirdi, zövq alırdım. Öz pulumuzu xərcləyəndə bilmirik necə qırtaq ki, qabağa düşək. Başqasının pulunu daha rahat xərcləyirik. Əslində tam onu nəzərdə tutmuram. Sən hiss eləyirsən ki, bunu mən bacarmışam, mən eləmişəm. O mənada. Yəni bu cəhətdən. Həm də motivasiya olur özümüzə. Atanız barədə çox yaxşı feedbacklər verirsiniz sizə dəstək olmasına bağlı. Sualımı belə qoymaq istəyirəm. Sizi ilk dəstəkləyən, inanan şəxs atanız idi, yoxsa? Atam idi. Atan idi. Əslində mən ilk dəfə səhv eləmirəmsə 6-cı sinifdə oxuyurdum. Bir dəfə imtahana getmişdim. Mən qabaq heç dərs oxumaq istəmirdim. Çox həvəssiz biri olmuşam. 9-cu sinifdə özüm qərar verdim ki, mən özüm öz ayaqlarımın üstündə durmalıyam. Nə bilim, təhsil almalıyam, oxumalıyam, belə. Ondan əvvəl yəni heç həvəsim yox idi. Heç sadəcə düşünürdüm ki, yəni atam, anam çox istəyir mən təhsil alım, ona görə oxumalıyam, elə düşünürdüm. Deməli, mən imtahana girirəm. İmtahanda səhv eləmirəmsə, yuxu məni aparıb. Xatırlamıram. Mənim atam onda görəndə çox fikir eləyir ki, yəni düşünür ki, mən oxumaram da. Girmərəm universitetə. Amma yəni girdim. Bəs bunlar olmasaydı, universitet daxil olmasaydınız, təqaüd qazanmasaydınız, həyatınız necə davam edərdi? Harda özünüzü hiss edərdiniz? Harda olmaq istəyərdiniz? Ərdə olardım yəqin. Yox, zarafat edirəm. Düşünə bilmirəm özümü belə. Yəni bəzən otururam, indi də düşünürəm ki, mən oxumasaydım, yəni nə edərdim? Bilmirəm. Bəlkə də özümə uyğun bir peşə tapardım. Məsələn, mənim uşaqlıqdan saç düzəltməyə çox həvəsim var idi. Böyük ehtimal onun üstünə düşərdim. Amma bilirəm ki, boş durmazdım. Mən boş qalanda çox depressiyaya düşürəm. Yəni çox narahat oluram, aşırı stressə girirəm. Çox yaxşı bir məqama vurğuladınız. Peşə təhsili, hansı ki, saç düzəltməyə marağım var. Artıq demək olar ki, Lənkəranda regional olaraq peşə təhsili sahəsində çox böyük irəliləmələr var və professional kadrlarla gənclərə bunlar öyrədilir. Əvvəl bizim evdə də elə bir anlayış var idi ki, yaxşı oxumasan, özünü disiplinlə aparmasan, qiymətlərimiz xüsusən peşə təhsilinə yönəldərək, bu bizə qorxu olaraq deyilirdi. Amma hal-hazırda görürük ki, peşə təhsilinə yönələnlər, universitet təhsilinə yönələnlərdən daha çox effektiv olur, daha yaxşı nəticə əldə edir, daha xoşbəxt olur. Siz nə düşünürsünüz bu barədə? Ümumiyyətlə, hər kəs təhsil almalıdır. Ona inanmıram əslində. Yəni düşünmürəm. Hər kəs özünü, yəni insanlar özünü harda xoşbəxt hiss edirsə, orada da olmalıdır. Məsələn, mən hal-hazırda müəllim olmasaydım, yəni dediyim kimi böyük ehtimal saç düzəltməyin dalınca da yəni düşərdim. O sahədə özümü peşəkar edərdim. Və həqiqətən də o işlə məşğul olanda mən özümü çox xoşbəxt hiss edirdim. Vaxtın necə keçdiyindən xəbərim olmazdı. Çox həvəsli idim, özümü öyrənirdim, kimlənsə də öyrənmirdim. Əsas insanın daxili huzuru və xoşbəxtliyi idi. Özümü hara aid hiss etmək. Və yenə də bu məsələyə gəlirəm. Aidlik mənim üçün çox mühüm bir anlayışdır. Özümü hara aid hiss edirdimsə orada olardım. 2024-cü il bildiyimiz qədərilə Gənclər paytaxtı Lənkəran idi. Həm Gənclər paytaxtı, həm də Türk dünyasının Gənclər paytaxtı Lənkəran seçilmişdi. Bu iki sevincin bir arada olmağı bir region gənci olaraq, Lənkəranlı olaraq məni çox sevindirir. Hansı ki, çoxlu layihələr keçirildi Lənkəranda istədiyim sahə üzrə, hansı ki, təlimçilik üzrə kifayət qədər inkişaf edə bildim, yeni insanlar tanıdım, yeni rayonlar keçə bildim. Və araşdırmaların nəticəsində öyrəndim ki, 2022-ci ildə hansı ki, Gənclər paytaxtının Lənkəran seçilməsi üçün sizin də bu şorbada duzunuz var idi. İstəyərdim bu barədə danışasınız. Necə oldu, nətər başladı, nəyə görə Lənkəran seçildi? Bəli, belə bir gözəl hadisə baş vermişdi. Mən 2022-ci ildə yəni sosial aktiv müəllim idim. Mən buradan təşəkkür edirəm ki, Famil müəllim və Teymur müəllim mənə güvənib
mən və Tural müəllimlə birlikdə biz Gənclər və İdman Nazirliyində təqdimat etdik, Lənkəranı təqdim etdik. Amma həmin vaxt səhv eləmirəmsə, əslində 2023-cü il Mingəçevir seçildi, amma bizim təqdimatımıza görə 2024-cü il Lənkəran Gənclər paytaxtı seçildi. Həqiqətən də belə çox qürur verici bir uğur idi mənim üçün. Amma mən çox təəssüflər olsun ki, iştirak edə bilmədim 2024-də, çünki Azərbaycanda deyildim. Özünüz olmasınız da çox gəncin inkişafında stimul olduğunuz sizin sayənizdə, əziyyətinizin sayəsində Tural müəllimə də xüsusi təşəkkürümü bildirirəm. Hansı ki, Teymur müəllim, Gənclər və İdman İdarəsinin rəisi, Famil müəllim, Gənclər İnkişaf və Karyera Mərkəzi, Lənkəran Astara nümayəndəliyi rəhbəri, koordinatoru Famil Məmmədova da xüsusi təşəkkürümü bildirirəm ki, ciddən bir gənc olaraq mən üçün çox sevindirici oldu. Mingəçevirdə 2023-cü ildə çox layihədə iştirak etmişdik və öyrənəndə ki, 2024-də Lənkəran Gənclər paytaxtı olacaq, ciddən çox fəxr elədim ki, bütün regionun gənclər Lənkərana gələcək, biz Lənkəranı təmsil edəcəyik, tanınacaq, hansı ki, Lənkəranda olmayan gənclər Lənkəranda olacaqlar, çox sevinirdi və sizin sayənizdə bu imiş, bunu öyrənəndə çox sevindim. Belə əminik ki, daha böyük uğurlar olacaq Lənkəran üçün. Başqa fikriniz var mı bu barədə? Ümumiyyətlə düşünürəm ki, bu hadisə Lənkəranı daha çox tanıtdı. Belə mən özüm də tədbirlərə baxanda çox qürurla izləyirdim. Çünki çox fərqli tədbirlər olurdu. Daha əvvəl bu dərəcə yüksək səviyyəli, yəni tədbirlər olmuşdu, amma yəni bunlar sırf gənclərlə bağlı olduğu üçün daha belə möhtəşəm idi. Belə bir sual vermək istəyirəm, biraz mövzudan kənara çıxmaq istəyirəm. Fəaliyyətlərinizdə həmişə soft skilllər daha, yumuşaq bacarıqlar daha qabarıqdır və istərseniz Azərbaycanda bu bacarıqlar daha çox qabardırlar. Hansı ki, özünü ifadə ola bilər, empatiya ola bilər, münaqişələrin həll edilməsi ola bilər və s. dayanmadan həm yerli təşkilatlar, həm beynəlxalq təşkilatlar bu sayədə təlimləşmə işləri aparır. Sizcə nə qədər effektivdir bunlar, nə qədər önəmlidir? Hard skilllər daha üstün olsalar yaxşı olardı. Misal üçün, hal-hazırda dünyada proqramlaşdırma sahəsi daha, süni intellekt sahəsi daha öndə gedir. Hansı sahə, hansı bacarıqlar önə verilməlidir ki, gənclər daha rahat inkişaf edə bilsinlər? Belə deyək də, süni intellekt nə qədər də inkişaf eləsə, nə qədər də yayılsa, yenə də insana ehtiyacı var. Düşünürəm. Çünki süni intellekti də insan idarə edir, insan yaradıb. Soft skilllər çox vacibdir. Xüsusən məsələn, gənclərlə işləyirsən. Sən soft skillin daha yaxşı olmalıdır. Burada sən empatiya qurmağı, məsələn, müəllimsənsə əgər, biz süni intellektlə nə qədər də öyrənsək, onun empatiyası yoxdur. O mənə motivasiya, yəni mən düşünürəm ki, o mənə motivasiya ola bilməz. Amma bir müəllimlə çalışanda, yaxşı bir müəllimlə çalışanda sən daha çox öyrənmək istəyirsən, daha çox həvəsli olursan. Ona görə mən düşünürəm ki, soft skilllər daha önəmlidir. Yəni onları inkişaf elətdirmək daha önəmlidir. Siz harda başlamısınız, yoxsa əvvəlcədən mi var idi bu soft skilllər? Yox, mən sonradan, məsələn, könüllülük proqramlarında iştirak edirdim. Onların mənə çox xeyri oldu. Çünki məsələn, komandalarda işləyirdim, insanlarla daha çox işlənirdim və belə deyək, hər hansısa bir situasiyada artıq necə davranacağam, nə edərəm, onu daha yaxşı öyrənirdim. Bu soft skilllərimin inkişafını xüsusən bu sosial fəaliyyətlərimə borcluyam. Məsələn, könüllülük proqramlarına və yaxud hansısa tədbirlərə. Düzdür, çünki istər-istəməz insanlar bir-birindən danışaraq əlaqə saxlayır, qururlar, bir-birini anlayırlar və bu danışıq daha effektiv olması üçün soft skilllər önəmlidir. Düzdür, mənim öz
təyinləşdiyim sahədə soft skill aiddir, amma nisbətən öz çalışdığım, təhsil aldığım ixtisas IT-dir. Bunlar uyuşmurlar biraz. Evdə də bəzən problem yaranır ona görə ki, yəni sən ixtisasın IT-dir, proqramlaşdırma öyrənirsən, amma soft skill-lərə yönəlmirsən, hard skill qalıb qıraqda. Yəni bilmirəm hansı sahəyə daha çox yönələcəm. Balansı qorumaq lazımdır. Qorumaq lazımdır. Belə deyək onda, Lənkəranda hansı yeniliklər görmək istəyərdiniz? Mən düşünürəm ki, QHT-lər çoxalsa, yəni gənclərlə iş çoxalsa daha yaxşı olar. Xüsusilə gənclərin inkişafına yönəldən tədbirlər həyata keçirsək, daha çox faydalı olar. Çünki hal-hazırda gənclər çox düşünürəm ki, kreativdir, enerjilidir. Sadəcə onları düzgün yönləndirmək lazımdır. Bir də şəhərdəki gənclər onsuz da yəni daha çox bunları görürlər, daha çox inkişaf edə bilirlər. Amma kənddə də nəsə yaratmaq lazımdır. Hansı ki, şəhərlə əlaqəli əgər bir körpü yaratmaq lazımdır ki, kənddəki gənclər də rahat gəlsin, bu tədbirlərdə iştirak eləsin. Və yaxud məktəblərdə xüsusən çox tədbirlər keçirmək lazımdır. Bəli. Sizcə kənddə yaşayan gənclər nə etməlilər? Tövsiyəniz nə olardı onlara? Necə inkişaf edə bilsinlər? Şəhərdəki gənclər kimi? Əslində daha çox onlayn kurslar var, mentorluq proqramları var. Bunları evdə də oturub onlayn şəkildə də edə bilərlər. Amma bundan əlavə də məsələn şəhərdəki tədbirlərdə də iştirak edə bilərlər. İcmanın, yenə deyirəm, icmalarını analiz eləmək lazımdır. Güc deyil, böyük tədbirlərdə iştirak eləsinlər. O xırda tədbirlərdə, yəni balaca tədbirlərdə də iştirak edərək icmanın problemlərini tapıb onun üçün təşəbbüslər irəli sürə bilərlər. Bu yol belə insanı inkişafa aparır. Çox düzgün vurğuladınız. Hal-hazırda internet dövrüdür, istədiyin resursa rahat çata bilirsən. Əsas istəməkdir və çalışmaqdır. İstəməkdir və eləməkdir. Eləməkdir. Əziyyətli olur, amma sonda nəticəsi insanı daima ruhda saxlayır. Təşəkkür edirəm. İstərdim əgər sənin sualın varsa, ünvanlaya bilərsən, cavablamaya xoş olardı. Mənə bir region, Lənkəran gənc olaraq digər fəaliyyətlərin vardı. Məncə də məlumatlısan. Səni araşdırdığımız kimi, sən də bizi araşdırmısan. Varsa sual verə bilərsən, yoxdursa, hansı ki araşdırmısansa bizim kütlənin, izləyici kütləsinin haqqında məlumatın var. İstərdim kütləmizə öz tövsiyələrini verəsən, öz məlumatlarını, təcrübəni bölüşəsən, nə etsinlər, yaxud necə başlasınlar. Əslində biz artıq bunlar haqqında danışdıq. Ən əsası bəhanələrə yox deməyi bacarmalıyıq və qorxmamaq lazımdır. Qorxmamaq əsasdır məncə. Bir şeyi əgər istəyiriksə, sadəcə onu düşünüb, onu etməliyik. Bunun xüsusi bir metodu yoxdur. Yəni mənə görə bunun xüsusi bir metodu yoxdur. Bir şey istəyiriksə, onun üstündə çalışıb, onu əldə etməliyik. Şübhəsiz hər şeydə problemlərlə qarşılaşırıq. Yəni bilirik, olur. Amma üstəsindən gələrik. Əgər davam eləsək. Bir şeyi bilmək çox da önəmli deyil. Amma bir şeyin üstündə çalışmaq çox önəmlidir. Yəni mən deyərdim ki, indiyə qədər əldə etdiyim uğurları nəyisə bilməyimə borclu deyiləm. Çalışmağıma borcluyam. Məncə elə mənim ən böyük sirrim budur. Artıq böyük sir yayıldı, amma bildim. Bunu düşünürəm. Bir də pulum yoxdur bəhanəsi olmasın. Çünki onsuz da Erasmusun bir həftəlik training kursları var. Onda gənclər xarici tədbirlərdə iştirak edə bilərlər və yaxud ESC ilə, hansı ki mən də onda iştirak eləmişəm, 2 dəfə
və hal-hazırda 3-cüsünə hazırlaşıram. İnşallah. Onun vasitəsilə, yəni European Solidarity Corps proqramlarının vasitəsilə də xaricdə həm yaşaya bilərlər, həm işləyə bilərlər, həm o dil öyrənə bilərlər. Yəni hər zaman fürsət var. Sadəcə çalışmaq lazımdır. Bir də araşdırmaq lazımdır. Belə. Disiplin ən vacibi budur. Başladığım qədərilə. Belə şeydi, səni ciddən Yunanıstanda, Litvada təhsil almağa baxmayaraq burada Lençeranı tutmağım mənim üçün böyük bir qürurdur. Özümlə fəxr edirəm. Sən çox sağ ol, gəldiyin üçün minnətdaram. Arxada böyük bir komandamız var. Operatorlar, rejissorlar və s. Onlara da xüsusi təşəkkür bildirirəm. Əziyyətləri çox böyükdür. Burada əl edirlər. Belə, çox sağ olun, bir daha sizə tanış olmaq, yaxından görüşmək mənə şad oldu. İnşallah növbəti verilişlərdə yenə bir arada olarıq. Çox sağ olun. Çox sağ olun, salamat qalın.